Fərid qaynanasını çox istəyir, çünki o həmişə dadlı yeməklər bişirir. Deməli, Fərid olduğu kimi qalır. Fərid. İngilis hərflərlə yazırıq deyə A olur. Fərid. Nə edir? Çox istəyir. Yəni sevir. Love. Love. Üçüncü şəxs olduğu üçün S artırılır. Bura loves. Kimi sevir? Qaynanasını. His. Mother. Ana. Mother. In love. In love. Qaynanasını çox istəyir. Çünki because o həmişə always o həmişə always nə edir? Bişirir. Cooks. Yenə də üçüncü şəxsdir o, ona görə S olur. Cooks. Necə bişirir? Dadlı yeməklər bişirir. Delicious food. Ümumi məna daşıdığı üçün buraya yaza bilirik ki, meals. Dadlı yeməklər bişirir.